Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Hər birini salamlayıram. Gününüz xeyirli olsun inşallah. Mövzumuz Quran-ı Kərimdə yer alan etiqadi və kəlami ayələr barəsində idi. Əgər xatırlayırsınızsa, ötən bəhslərdə biz bu sual ətrafında danışırdıq ki, ümumən Quran-ı Kərimdə hansı etiqadi qruplar var? Və daha sonra dedik ki, o etiqadi qruplardan biri müşrik və bütpərəstlərdir. Və biz Quran-ı Kərimdə və İslam məarifində bütpərəstliyin necə yaranması, Quran-ı Kərimdə bu məsələnin hansı formada təqdim olunduğu, büt anlayışları barəsində və bütpərəstliyin yaranma səbəbləri barəsində siz əzizlərlə müzakirə etdik. Və əsasən bu müzakirəni ona görə etdik ki, Quran-ı Kərimdə və İslam məarifində və ümumi olaraq İslam ilahiyyatında əsas qəbul olunan fikir bundan ibarətdir ki, təkallahlıq bütün insanların ilk inancı olmuş və çoxallahlıq daha sonradan təkallahlıq prinsipi üzərindən təhrif olunmuş və yayılmışdır. Yəni ilk olaraq təkallahlıq insanların etiqadı olmuşdur. Çoxallahlıq isə bu təkallahlıq prinsipindən yaranmış və özünü müxtəlif formalarda və eyni zamanda bütpərəstlik formasında isə özünü göstərmişdir. Siz dəyərli izləyicilərin belə bir sualı var idi və eyni zamanda yəni zehnə gələn də budur. Əgər bütpərəstlik hər hansı bir salih bir şəxsə ehtiramın nəticəsi olaraq qaynaqlanırsa və yaxud hər hansı bir daşın qabağında təzim etməkdirsə, belə bir sual yarana bilər. Nəyə görə bəs insanlar, müsəlmanlar məxsusən Kəbəyə tərəf namaz qılırlar, onun ətrafında təvaf edirlər və bundan o tərəfə getsək, niyə imamların, ilahi şəxslərin, seyidlərin üzərində qəbirlər, türbələr tikilir və insanlar ziyarətə gedir? Bu düşüncəli şəxsən zehninə gələn bir sualdır. Amma bu sualı bəzən dinsizlər, ateistlər bu formada səsləndirirlər ki, Həzrəti İbrahim özü bütpərəstləri, bütpərəstliyi qadağan edib, bütləri sındırıb, gəlib özü təzədən daşdan bir bina tikiblər. Eyni zamanda ateist düşüncəsinə yaxın olan vəhabilər deyir ki, siz imamların qəbrini eləmisiniz, pərəstiş yeri və siz də bunların qəbrini ziyarət etməklə bütpərəstlər kimi əməl edirsiniz. Yəni, bu məsələ hər bir insanın düşüncəsindən qaynaqlansa da, bunlar məsələni tam olaraq başqa istiqamətə aparmağa çalışmışlar və bəzən də müəyyən insanlar, yəni İslam məarifindən savadı və biliyi olmayan şəxslər bəzən də bunların sözünə də inana bilər. Amma məsələnin həqiqəti nədir? İstərdim ki, ilk olaraq biz Kəbə barəsində danışaq. Baxın, ilk olaraq Kəbə ilə bütpərəstlik arasında olduqca əsaslı fərq var. Biz əvvəlki bəhslərdə dedik ki, nə zaman bir insan bütpərəst olur, bütpərəstə sitayiş etməyin meyarları başqadır. Ümumən İslamda Kəbə məsələsi başqadır. İslam mətnlərində hətta hər hansı bir müsəlman Kəbəyə heç vaxtı pərəstiş etmir. Kəbə istiqamətin rəmzidir. Nəyin istiqaməti? Müsəlmanların öz ibadətlərini hansı səmtə, hansı istiqamətə etməsi barəsində. Bu ictimai birliyin, vəhdətin bir simvoludur. Onun ətrafında, yəni təvaf ediləndə həclərin əsaslı olaraq dediyi sözlərdən biri budur. Ləbbeyk Allahumma ləbbeyk, ləbbeyk la şərikə ləkə ləbbeyk. Ey Rəbbim, mən sənin dəvəti qəbul etdim, sənə heç bir şeyi şərik qoşmuram. Yəni, sənə heç bir şeyi şərik qoşmuram. Ola bilərmi Kəbəndə şərik qoşsun? Təbii olaraq xeyr. Demək, Kəbə bir ibadətin, vəhdətin simvoludur, yəni istiqamətdir. Və eyni zamanda bunun mənası o deyil ki, nəuzubillah, Allah Kəbə istiqamətindədir. Xeyr, Quran-ı Kərim buyurur ki, وَلِلَّهِ مَشْرِقُ وَالْمَغْرِبِ Məşriq də, məğrib də Allahındır.
hansı tərəfə üzünüzü tutsaz, elə Allah oradadır. Yəni Allahın müəyyən bir istiqaməti, müəyyən bir cəhəti yoxdur. İnnallaha vasiun alim. Allah hər bir cəhətdən həm genişdir və həm də biləndir. Yəni hansı istiqamətə siz dua etsəz, Allahı çağırsaz, Allah sizi eşidəcək. Və eyni zamanda biz görürük ki, İslamın ilkin çağlarında heç Kəbə ibadətin istiqaməti deyildi. Bu dönəmdə yaşayan müsəlmanlar bildiyiniz kimi Məscid-ül Əqsaya tərəf ibadət edirdilər, yəni istiqamət olaraq. Daha sonra Kəbəyə tərəf ibadətlərinin səmtini dəyişdilər. Demək, İslamda, İslam məarifində Kəbə özü ibadət edilmir. İbadətin ictimai istiqamətidir. Və bu ictimai istiqamət mənası o demək deyil ki, nəuzubillah, orada Allah var, Allahı bu qəsd edir. Xeyr, Allah sadəcə müəyyən ibadətləri, məsələn, namaz hansı səmtdə olmalıdır, qurban hansı tərəfə kəsilməlidir, bu istiqaməti müəyyənləşdirmək üçün Kəbəni ucaltmışdır. Və eyni zamanda Həzrət İbrahim əleyhissalam məsələsində Həzrət İbrahim o bütləri şəxsi istəyinə görə deyil, Allahdan vəhy aldığı üçün sındırmışdı. Kəbəni də elə Allahdan vəhy aldığı üçün bina etmişdi. Buna əsasən Kəbə hər hansı bir büt mənşəyi deyil, bütpərəstliyin mənşəyi deyil, bəlkə bütlərdən, bütpərəstlikdən paçlanıb yalnız tək olan Allaha ibadət etməkdir. Bəziləri elə bilir ki, məsələn, Həzrət İbrahimin davası daş bu formada olmasın, başqa bir formada olsun. Xeyr, ümumiyyətlə, məsələ daş forması deyil ki. Məsələ budur ki, bu daşın arxasında yatan ideologiya, düşüncə nədir? Yəni, İslam hər hansı bir heykəllə mübarizə aparmır ki, o qədər heykəllər var müxtəlif. İslam onların hamısının dağılmasını istəyir. Xeyr, amma o heykələ əgər bir etiqad olaraq, bir düşüncə olaraq baxılsa, təbii olaraq İslam onunla müxalifətçilikdir. Buna görə biz görürük ki, məsələn, Həcc surəsinin 26-cı ayəsində Allah buyurur ki, ey İbrahim, bu evi tik və ən la tuşrik bihi şeyən və Allaha hər hansı bir şeyi şərik qoşma və təhhir beyti lit-taifin vəl-qaimin və ruk'əs-sucud və mənim bu evimi təvaf edənlər üçün, namaz qılanlar üçün, ruku və səcd edənlər üçün nədir? Pak qıl. Nədən pak qıl? Həmən bu yanlış etiqadlardan. Eyni məsələ imamların və yaxud ilahi dostların qəbri barəsində də bu formadadır. Bəzən bu dini yanlış oxuyan vəhhabilər deyir ki, qəbirlərin üzərində ucalan bu məqbərələr də zaman-zaman onlara pərəstişə çevriləcək. Baxın, ümumiyyətlə bu vəhhabilər barəsində belə bir söz deyildi ki, bunlar tohidi quburidir. Yəni, bunların əsas tohidi saraylarda oturub qəbirlərlə mübarizə aparmaqdır. Və harada müsəlman varsa, müsəlmanı müşrik adlandırmaq üçün bunlar dəridən qabıqdan çıxırlar. Və bəzən deyirlər ki, sələf-i salih belə etməyib. Yəni, sələf-i salih deyərkən səhabə, tabiin və tabiindən sonra gələn şəxslər. Halbuki həm səhabə, həm tabiin, həm sələf-i salih peyğəmbərlərin, salih insanların qəbirləri üzərində binalar tikilmişlər. Yəni siz bir tərəfdən deyirsiniz ki, sələf-i salih belə etməyib. O biri tərəfdən də sələf-i salihin işi göz qabağındadır. Necə siz, yəni hansı məntiqə əsasən deyirsiniz ki, bunların üzərində qəbir tikmək olmaz, hər hansı bir tikinti olmaz. Eyni zamanda Şiə əqidəsində hər hansı bir qəbri ziyarət etmək Allahı yad etməkdir. Peyğəmbər buyurur ki, qəbirləri ziyarət edin. Nəyə görə? Çünki Allah, axirət yada olunsun. Və imamların, imamzadələrin əgər ziyarətinə getsəz, görərsiniz ki, hər hansı bir şəxs o istiqamətə nə dua edir, nə namaz qılır. Hətta ziyarətnamələr var. Yəni, hər bir imamın, imamzadənin ziyarətnaməsi var. Orada görün nədən bəhs olunur? İlk olaraq Allah-şünaslılıqdan, tohiddən, Allaha hər hansı bir şeyi şərik qoşmamaqdan, ondan sonra həmən şəxsə salam deyilir ki, sən Allaha ən gözəl
bəndə olduğun, Allaha ən gözəl təslim olanlardan olsun. Yəni bu ziyarətlərin özü təvhidi yayır, təvhid mərkəzliyi yayır. İndi deyə bilərsiniz ki, biz tərəfdə müəyyən bir pir var, müəyyən bir dağ var, müəyyən bir ağac var. İnsanlar gedir onlara tapınır. Bunlar artıq İslam məarifinin, şiyyəliyin prinsipi deyil. Bu hər bir millətdə ola bilər, hər bir tayfada ola bilər. Bunu dinin ayağına yaymaq, bunu şiyyəliyə bağlamaq heç bir düşüncəli şəxsə yaraşmayan bir məsələdir. Şiyyənin əqidəsi, şiyyənin duası, şiyyənin ziyarət mərasimi göz qabağındadır. Hardasa dəvə var, nə bilim, hardasa ağaca müəyyən bir şeylər bağlayırlar. Bunun şiyyəli ilə, bu kimi məsələlərlə heç bir əlaqəsi yoxdur. Buna görə bu kimi sual və yaxud şübhələrin mahiyyətini bəzən başa düşmək lazımdır ki, bunlar nəyin arxasındadılar. Əssalamu aleykum və rəhmətullahi və bərəkətuhu.